Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün təşviş pozuntusundan danışacağıq. Özündə narahatçılıq, gərginlik, qorxu kimi hissləri birləşdirən bir ciddi pozuntudan. Təbii ki, bu haqda müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssislər dəvət etmişik. İlk olaraq onları sizə təqdim edim. Azərbaycan Dövlət Tibb Universitetinin Psixiatriya Kafedrasının doçenti, tibb üzrə fəlsəfə doktoru Arazman Çöhrülalı. Doktor, xoş gəldiniz. Eyni zamanda bizim dəyərli həkim, psixoterapevt Elmir Əkbər. Siz də xoş gəldiniz, doktor. Hər birinizə öncəliklə dəvətimizi qəbul etdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Mövzumuz psixoloji, belə deyək, pozuntunu özündə birləşdirən, bəzən çoxlarımızın heç ümumiyyətlə nədən bu xəstəliyin özündə nəyə itibar edir anlayışını bilmədiyimiz, hər xəstəlik məhz buna, bəzən buna aid olmayan xəstəlikləri başqa ada birləşdirdiyimiz bir xəstəlikdən danışıq, doktor. Təşviş pozuntusu ilə başlayaq öncəliklə sizdən, Araz doktor. Təşviş pozuntusu, ümumiyyətlə, təşviş özü nədir? Bax, ilk olaraq buradan başlayaq. Təşviş özü bu termini biz araşdıranda bu iki hissədən ibarətdir bu termin. Birinci, burada psixoloji və ikinci fizioloji. Yəni ki, burada fizioloji və ya demək olar bioloji. Burada bu iki komponentdən ibarətdir. Ən birincisi təşviş, çox zaman təşvişlə fobiyanı, yəni ki, qorxunu çaşdırırlar. Bəzi hallarda hətta deyirlər təşviş, fobik pozuntu, təşvişlə qorxu. Bir var ki, qorxu deyəndə, fobiya deyəndə biz nəzərdə tuturuq, mən elmi nöqteyi nəzərdə, təbabət nöqteyi nəzərdə deyirəm. Fobiya yəni ki, insan konkret nədənsə qorxur. Konkret yüksəklikdən qorxurmu, açıq məsafələrdən qorxur, sosial qorxu, cəmiyyətdən qorxu, hansısa bir xərçəng xəstəliklərdən qorxu. İnsan konkret bir şeydən qorxur və bu qorxun ətrafında insan həyəcan, təşviş yaşayır. Amma təşviş pozuntusu, insan ümumiyyətcə qorxur. İnsan deyə bilmir konkret nədənsə qorxur. Konkret obyekt yoxdur. Bəli, konkret obyekti yoxdur, amma lakin şəxsiyyət daimi gərginliklə yaşayır. Şəxsiyyətdə daimi belə bir fikir yaranır ki, nəsə olacaq, nəsə gözləyir. Təbii ki, insan başa düşür ki, bu hadisənin ehtimalı çox azdır, çox aşağıdır. Təbii ki, hər şey ola bilər dünyada, lakin nəsə hadisənin olunması ehtimalı çox aşağıdır. Başa düşür, lakin ondan asılı olmayaraq onun canına qorxu gəlir, onun canına həyəcan gəlir, bunlar hamısı birləşib təşviş olur. İnsan bilmir, nədən qorxmalıdır, nədən fikirləşməlidir və bu hal onda yaradır fizioloji əlamətlər, bioloji əlamətlər. İndiyə qədər dəqiq aydın deyil. Əvvəl bioloji əlamət yaranır, sonra başlayır psixoloji, yoxsa psixoloji, sonra bioloji. Bioloji nədir? Ürək döyüntü, ağzıda qurunma, təzyiqin qalxıb və ya əksinə aşağı düşməsi, baş gicəllənmə, göz qaralma, əl əsmə, ürək getmə, o bayılmalar, bunlar hamısı fiziki əlamətlərdir. Bəli, soyuq tər, psixoloji əlamətlər də mütləq paralel burada gedir, bax bu fiziki əlamətlər. Və bilirsiniz, indiyə qədər müqayisələr gedir. Yəni, bu halların müalicəsində nəyi müalicə eləmək lazımdır? Ürək döyüntünü aradan qaldırmaq lazımdır, ağız quruluğu, baş gicəllənməyi, təzyiqi qalxıb düşməyi aradan qaldırmaq lazımdır, yoxsa təşvişi. Və əgər təşvişin əlamətləri soruşanda, təşvişin əlamətləri nədir? Deyirlər, əlamətlər ağız quruluq və s. Deyirlər, onda deməli, bu psixoloji xəstəlik deyil, bu fiziki xəstəlikdir, bu fizioloji xəstəlikdir. Burada ona görə deyirlər ki, bunu psixiatr yox, bunu məsəl üçün terapevt müalicə eləməlidir. Onun ki, burada başqa əlamətlər var. Və ona görə belə hallarda, bu təşviş həyəcan olan hallarda xəstələr çox zaman müxtəlif başqa bir mütəxəssislərə müraciət edirlər.
Bəli, mən başa düşürəm. Gedirlər təzyiq olanda, ürək döyüntü olanda kardioloqlara müraciət edirlər. Bəli, onlar lazımi dərmanları ona belə bir xəstəyə yazırlar və nəticə də olur. Ancaq maraqlısı odur ki, baxmayaraq ki, təzyiq normaldır, ürək döyüntüsü düzəlib, amma insan yenə də narahatdır. Yenə də nəsə gözləyir. Bəli, tədirgindir. Hər dəqiqə nəsə olacaqmış kimi ciddi tədirginlik yaşayır. Doktor, bəzi ədəbiyyatlarda bu təşviş pozuntusunu nədənsə təşviş nevrotik pozuntu kimi də qoyurlar və bunun da adını oxuyanlar burada nevroloji bir xəstəliyə söykənəcək məqam bilirlər. Amma razılaşaq ki, bugün bir neçə nevroloqların təşviş nevrotik pozuntunu məhz tədavi və müalicə etməsini onların istiqamətində olmasını düşünürlər və bunda da bilirik də nevrotik sözü olanda nevroloji artıq biz həmin istiqamətə, necə ki nevroz olur, biz deyirik ki nevrozu elə nevroloqlar müalicə eləyir kimi düşüncə. Və burada bəzilərində təşviş pozuntu, bəzən təşviş nevrotik pozuntu. Bunun indi hansı doğru, hansı düzgünü götürək biz? Ümumiyyətlə, orada nevroz, nevrotik sözü dediyimiz kimi bu ötən əsrlərdə qalmış bir sözdür. Yəni ki, müasir savata söykənən həkimlər heç vaxt bu kəlməni işlətməyəcəkdir. Yəni, müasir terminologiyadan istifadə edəcəkdir. Və nevroz, həmin o nevrotik sözü elə psixoterapiyanın yaranıb çiçəkləndiyi dövrdə Sigmund Freud, Carl Gustav Jung, Viktor Frankl'ın dövründə populyarlaşmış sözdür. Bu, təbii ki, nevroloji demək deyil əslində. Necə ki, kinoloqun kino ilə, filmlə heç bir əlaqəsi olmadığı kimi. Məsələ ondan ibarətdir və faciə ondan ibarətdir ki, bəzi İraq yaxşılarından, bəzi üzdəniraq kardioloqlar, nevroloqlar, ağ xalatlı qulyabanlar insanların savadsızlığından, cahilliyindən sui-istifadə eləyir. Dediyiniz kimi, həyəcan, təşviş pozuntuları, panik atak, depressiya, obsesiv-kompulsiv pozuntu və s. onları götürürlər, özlərinin öz praktikalarında ağır xəstəliklərini müalicə elədikləri preparatları yazırlar və bu preparatlar pasiyentlərdə müvəqqəti, qısa bir müddətdə müəyyən yüngüllük yaradır, amma sonra həmin o şikayətlər nəinki artıqlaması ilə qayıdır, hətta el arasında loru dildə narkotika bənzər asıllıq yaradır o dərmanlardan. Doğrudan da abstinensiya, lomka deyirlər, narkotik maddələrdə necə olursa, nevroloqun yazdığı o dərman preparatlarından da pasiyentlər o günə hələ bəlkə də daha dəhşətli bir vəziyyətə qalırlar. Əl xüsusda dediyimiz bu yanlış müalicəyə daha çox məruz qalır, doğrudan da həyəcan, təşvişlə müşahidə olunan psixoloji problemlərdən əziyyət çəkən pasiyentlər. Amma bunun açması çox sadə və bəsitdir. Sadəcə bir az savad və vicdan tələb olunur mütəxəssisdən və məlumatlı olmaq əhalidən tələb olunur ki, girib yazsalar, belə deyim sizə, elə Google-da, internetdə xəstəliklərin beynəlxalq təsnifatı, Azərbaycan de facto 10-cu təsnifatla işləyirlər, Qərb ölkələrində 11-ci təsnifatla. Orada görüləcəkdir ki, bu həyəcanla, təşvişlə müşahidə olunan bütün problemlər psixoloji pozuntular siyasında gedir. İstər generalizə olunmuş təşviş pozuntusu, istər post-travmatik stres pozuntusu, istər panik pozuntu və s. və ilaxır. F kateqoriyası, yəni 10-cu təsnifatda gedir. Nevroloji xəstəliklər tamam başqadır. Onlar C kodu ilə gedirlər. Onlar tamam başqa xəstəliklərdə ora girib görsələr. Yəni, bu qədər bəsitdir, bu qədər sadədir. Sadəcə olaraq təəssüf ki, pasiyentlərin məlumatsızlığı və yenə deyirəm, bəzi dırnaqarası özünü mütəxəssis adlandıranların da əclaflığı və vicdansızlığı ona gətirib çıxarır ki, cahillik, nadanlıq və dələduzluq, fırıldaq hamısı bir yerə qarışanda insanlar xəstəlikdən sağalmaq əvəzinə həmin o ağır psixostimulyatorlardan, ağır asıllıqlar yaradan digər dərmanlardan asılı vəziyyətə düşürlər. İndi irəliləyən dəqiqələrdə onun da vurğulayarıq ki, bura hansı dərman kateqoriyası aiddir, tamaşaçılar gözləsinlər. Doktor, burada risk qrupuna kim daha çox daxildir? Məsələn, deyə bilərik ki, təşviş pozuntusunda sırf olaraq bunlar
risk faktorlarıdır və bunlar belə deyək də bu pozuntuya düçar olmaqda çox rahatdır. Özlərini, hisslərini və belə deyək də kontrol edə bilməyən insan tipləri də var. Bəzən bunlar da bəzən psixoloji xəstəliklərə söykənsə də, amma bəzi insanlarda bu artıq xarakterdir. Və bəzən insanlara deyirik ki, dünya dağılsa da belə umurlarında deyil. Bu insanlara bəxtəvərdir desək, əslində bu susqunluğun altında da şizofren şəxsiyyət pozuntusu, səhv çox susqun və sakit, heç bir şey sadəcə umurunda deyil. Və bəzən də insanlara deyəndə deyir ki, bu onda hər şeyə tədirgin və narahatçılıq olmaq. Elə generalizə olunmuş təşviş pozuntusu evdən çıxıb heç 5 dəqiqə olmadan, durmadan, hardasan, necə oldun, o insanın özü də 3-5 dəqiqə deyil ki, evdən aralanmışım, amma yenə də soruşursan ki, bir şey olmayıb mı deyən insanlar var. Bunları insanlar özlərinə xarakter sayırlar. İndi bu insanlarda biz bunun xarakteri necə olduğunu təsbit edək, yoxsa bu ciddi psixoloji xəstəlikdir deyə. Çünki bilirik ki, bu xəstəliyi daşıyan insanlara sən bu pozuntudan əziyyət çəkirsən anlayışını qəbul etdirə bilmirik. Çünki onlar özlərində zaten heç bir nöqsan görmürlər. Çox maraqlı sual verdiniz və çox böyük bir miqyaslı bir sual, mövzuya toxundunuz. Ümumiyyətcə, iki əsas termin var. Psixoz və nevroz, psixotizm və nevrotizm. Yəni ki, psixoz sözü istifadə edəndə o ağır psixik pozuntulardır. Harada ki, çox göbut psixik pozuntulardır. Orada qalüsinasiyalar, sayıqlama fikirləri, katatonik, çoxlu əlamətlər var. Və o psixotik pozuntularda xəstələrdə özünə qarşı tənqid yoxdur. Xəstələr öz hərəkətlərini, sözlərini, ifadələrini tamamilə normal və doğru olduğu kimi qəbul edirlər. Amma nevroz deyəndə biz mütləq xəstədə özünə qarşı tənqid olduğunu nəzərdə tuturuq. Yəni, xəstə başa düşür ki, bu fikir yersizdir. Xəstə başa düşür ki, dəfələrlə əlini yumağın xeyri yoxdur, düzgün deyil. Xəstə başa düşür ki, onun qabaqda heç bir böyük bir təhlükə gözləyə bilməz və bu nevroz. Və hətta belə bir termin var, nevrotizm. Nevrotizm termini bu, bilirsiniz, belə bir insanları xarakterizə edən bir model var. O insanları xarakterizə edir. İnsanların xarakterini, insanın təsvir edən bir modeldir. Buna deyirlər 5 faktorlu model. Ocean modeli 5 faktorlu. Deməli, belə bir tədqiqat aparılıb, neçə bir, yalan desəm, neçə bir milyon insanlar arasında müxtəlif kontinentlərdə, müxtəlif ölkələrdə sorğu-sual aparırdılar, anonim formada və intervyu formada küçələrdə və siz insanı necə xarakterizə edirsiniz? Hansı əlamətlərlə siz insanı xarakterizə edirsiniz? Biri deyirdi ki, mən insanı xarakterizə edirəm onun intellektina görə, onun empatiyasına görə. O birisi deyirdi, mən onun qəddarlığına görə, deyirdi, mən hakimiyyətə sevdiyini. Hərəsi bir söz dedi. Lakin bütün bu hamısı bunlar yığışanda bir analiz, sintez eləyəndən sonra və belə bir nəticəyə gəldilər ki, 5 əsas şəxsiyyətin xüsusiyyətləri var. Və bu 5-dən birisi oldu nevrotizm. Nevrotizm ümumiyyətcə təşviş, həyəcan və ya götürək hələ obsessiv, kompulsiv pozuntu, o da nevrotik pozuntulara aiddir. Ümumiyyətcə, hər bir insan bu xəstəliyə tutula bilməz. Bu, adətən incə insanlardır. Bu, adətən, bəli, həssas insanlardır. Bu, belə insanlardır ki, dəri ilə hiss edirlər ətrafı. Belə insanlar daha çox emosional olurlar. Belə insanlar empatik olurlar. Belə insanlar başqasının ağrısı ilə yaşayırlar. Belə insanlar hər şeyi özünə götürürlər. Belə insanlar bütün ağrıları, cəmiyyətin, başqa insanların ağrını özündən keçirə bilirlər. Və onları, o şəxsiyyəti, o şəxsiyyəti qıcıqlandırır. O istəmir belə olsun. O, ona lazım deyir. O istəmir bu hissləri yaşasın. Və o, burada problem onda, o nə qədər çox ondan qaçmaq istəyirsə, belə çox o ona bağlanır.
o istəyir normal həyat sürsün, amma o alınmır, o daha da çox ona bağlanır. Və nə qədər çox o özünə qarşı tələbətlər qoyur ki, mən niyə beləyəm, mən mütləq özümü düzəltməliyəm, belə də çox o elə bir batır. Elə bir insan batırlıqda çapalayır, çıxmaq əvəzinə daha da çox batır. Edə biləcəyi bir şey yox. Bəli, və təbii ki, bu şəxsi problem, şəxsi kateqoriyasından başqa var ətraf kateqoriyalar. Təbii ki, informasiya, yanlış informasiya, düzgün olmayan informasiya insanları qorxuzurlar ki, bəs sən əgər səndə qanda bir balaca eritrosit aşağıdır və yüksəkdir, bu ağır xəstəlikdir, bu xəstəlikdən insan ölə bilər. Təbii ki, həssas insana belə şey demək olmaz. O dəqiqə salacaq onun ürəyinə, o dəqiqə ondan böyük bir faciə eləyəcək. Bu faktorlar var. Ondan başqa bilirsiniz, bunu daha yaxşı Elmir doktor deyər, o burada psixoanalizində böyük bir nəticəsi var. Psixoanalitik yanaşma çoxlu halların açıqlamasını verə bilər. Bəli. Bəzən də biz ona görə deyirik ki, əslində təşviş pozuntunun elə özünü də stresslə qarşılaşdığımız zaman bəzilərində təbii, bəzilərində kontrol edə bilinməyən bir reaksiya növüdür. Və təbii niyə görə deyirəm? Bu insanlar özləri üçün onu təbii hiss edir. Deyir ki, mən bu stressi təşvişdən başqa necə qarşılaya bilərdim kimi artıq bizə qarşı müraciətində, yəni haqlı olduğunu bildirir. Bəziləri isə deyir ki, bu mənim əlimdə deyil, kontrol edə bilmirəm. Bunun təsbiti necə qoyulmalıdır? Bu diaqnozu ki, biz bayaq ona görə vurğuladım ki, bu nevrotik sözündə yanlış istiqamətə müalicəyə gedənlər bunun diaqnozunu təbii ki, bunu müalicə və terapiya üsullarını uygulayan insan etməlidir ki, sonra onu müalicəyə alsın, deyilmi? Bu psixoanalitik yanaşma və araşdırma ki, hansı ki bunu dünya praktikasına söykənəcək bir sahədir, baxmayaraq ki, biz bunu son dönəmlər çox bəsitləşdirdik. Psixoanalitik hər insan ola bilməz və bu ümumiyyətlə fəaliyyətə apara bilməz. Böyük bir, geniş bir əhatəni və peşəkarlıq tələb edək. Ümumiyyətlə, burada bu analitik araşdırma necə aparılmalıdır və bugün bizim bunu apara biləcək qədər kadrlarımız varmı, doktor? Hər ikiniz çox gözəl, dürüst məlumat verdiniz. Bir tarixçiyə baxaq görək. Ümumiyyətlə, psixoanalizin baniləri kim olubdur? Bunlar indi özlərini psixoloq, psixoterapevt, psixoanalitik adlandırma istəyən dələduzlar kimi sağcılar, toxucular kimlərdir? Yoxsa kim? Yəni, Frankl, Jung, Freud, yəni müxtəlif analitik məktəblərin baniləri, bunlar hamısı həkim olublar. Psixiatriya təhsili olan həkimlər olubdur bunlar hamısı. İndi görürsünüz ki, ən yaxşı halda bədən tərbiyə müəllimləri təsəvvür edirsinizmi? Özününkiləşdirir, psixoanalitik olduğunu, hətta düzdür, zəkalı insanlar baxanda fikirləşir ki, axı bu əvvəllər toyuq-cücə fermasında işləyirdi. Bu baytar idi, bu necə oldu, qəfildən psixoanalitik adlandırdı özünü. Amma təəssüf ki, heç də hamı belə tənqidi və məlumatla yanaşa bilmir. Çünki o sahənin nədən ibarət olduğunu bəlkə bilmirlər. Bilsələr, heç bəlkə də cəsarətləri çatmaz ki, ona doğru yaxınlaşsınlar. Çünki onun ağırlığını mən elə bilmirəm, ya dərk etmirlər, ya dərk etmək istəmirlər. Çox qəliz bir şeydir ki, bu haqda fikir yürütmək, mən deyirəm, hər zaman peşəkara və doktora aiddir. Bəli, buyurun, telefon xəttinə tamaşaçımız var. Biz sizə indi alacağıq, doktor fikrini bitirsin. Salon deyim ki, o dələduzlar elə desələr də, amma bu çox uzun müddətli, yəni 10 illiklərlə insanların təhsil tələb eləyən bir sahələrdir və təbii ki, doğrudan da bütün o xırda psixiatriya da deyirlər, psixoterapevtik şikayətlər də deyirik biz ona, əsas etibarilə təşvişlə müşahidə olunan bütün o problemlər var. Əvvəs yerə Jung, Freud demirdi ki, bütün onların dövründə o nevroz adlanan pozuntuların arxasında həmişə bir təşviş emosional pozuntusu müşahiyyəti var. Və ona görə də həmişə o təşvişin kökünü, onun uşaqlıqla olan bağlarını, onun ilkin devirdə olan psixoloji travmalarla əlaqəsini qurmaqla biz insanı sözün həqiqi mənasında müalicə eləmiş olarıq. Yoxsa simptomlara söykənsək bugün hansısa bir preparatlarla bu sadəcə səthi simptomatik yanaşma olacaq və kök
hələ də orada qalmış olacaq. Və yenidən də artıq ondan da ağır formada qayıdışı mümkündür. Telefon xəttində tamaşaçımız ayrılmayıbsa, eşidək sizi. Alo. Axşamınız xeyir olsun. Buyurun. Hər vaxtınız xeyir. Biraz ucadan mümkünsə buyurun, eşidirik. Həkimlərdə sualı, mənim nəvəm var, 8 yaşı var. O gecə olanda durur, sayıqlayır, ayaqsa durur, öz-özünə danışır, bax belə. Gecələr sayaqlamalar, öz-özünə danışmalar, 8 yaşında nəvəm. Nə qədər müddətli başlayıbdı bu? Nə qədər müddətli davam edir? Aydır, ildir? Yox, elə bu bir ay olar, bax belədir. Bir ay müddətlidir. Məktəbdə filan bir stres görən yaşamayıb ki, bu ərəfədə? Yox, ancaq uşaq vaxtı bir dəfə o çarpayının başından torun üstünə yıxılıbdı. Mən ondan şübhələnirəm. Yıxılıbdı. Kəllə beyin travması olubdu. Amma məktəbdə bir problem olmayıbdı da bu son 1-2 ay ərzində. Yox, problem yoxdur. Ancaq baxıram ki, nəsə gəldikcə elə bil ki, üstəliyir. Nəsə bir söz deyəndə özünə qapanır, belə bax, belə. Da gələcəyindən qorxuram, xahiş edirəm, sizə qurban olum. Mən belə bir məsləhət görərdim ki, ən birinci lazımdır yəqin ki, mənim fikrimcə mütləq elektroensefalogramma aparmaq və yaxşı olar ki, lap dərindən onu öyrənmək üçün o elektroensefalogramma yuxuda yatan zaman çəkilsin və birinci addım bu olmalıdır. Ən birinci addım. Və bu addımdan sonra o nəticələri əldə edəndən sonra artıq çox vacib diaqnozu inkar etmək və ya təsdiq etmək olacaq. Və ondan sonra artıq demək olacaq, bu nevrolojidir, bu nevropatoloq bununla məşğul olmalıdır, yoxsa psixiatr. EG tomoqrafiyası. Çünki bəli, burada ola bilər ki, lunatizm əlamətləri olsun. Bəli. Amma ola da bilər ki, sırf yuxu pozuntuları olsun. Ona görə də ətraflı həm də anamnezdə çox böyük rol oynayır ki, bu uşaq bəlkə ailədə hansısa bir, indi bacı qardaşı varsa, ola bilsin bir aktual sibling problemi yaşayırlar və yaxud da valideynlərlə və yaxud da məktəbdə. Hər şey ola bilər. Doğuş travmasını xanım deyir ki, yıxılıb başı da deyib, baş beyin travması da ola bilər. Bunun hamısını tez bir neçə saat ərzində diferensiasiya etmək çox rahat bir şeydir. Bəli, bir ay müddətidir ki, yəqin ki, artıq bundan sonra ensefaloqram eləsələr, cavab o dəqiqə hazır olacaq. Bəli, onun üçün də 30-35 dəqiqə yetir ki, artıq biz bu təsdiqi əlimizdə alaq və sonra artıq kimə müraciət edəcəyinizi, yəni bizə də müraciət etsək, bu yolda sizə dəstəkçi ola bilərik. Bəzən də elə bu sosial media üzərində müəyyən oyunlar ki var, uşaqlarda gərginlik yaradan, hətta gecə yuxularını kabusa çevirən oyunlarımız da var və yaxud da bir məsələ də deyək ki, məktəbdə də yaşanan hadisələri hər zaman biz valideyn olaraq evdə bilmirik. Bu da qapalı qala bilər. Reklam fasiləsinə ayrılırıq. Reklam fasiləsindən sonra müzakirəmiz yenidən davam edəcək. Reklam fasiləmiz bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, bugün təşviş pozuntusundan danışırıq. Doktor, telefon zəng öncəsində elə biz psixoanalitik yanaşma, psixoanalitik ümumiyyətlə mexanizmi və strukturu aşkarlamaq dediyi əslində çox qəliz və çətin bir yanaşmadır ki, hansı ki, hər kəs bunu edə bilmir. Edə bilərəm deməyimdən rağmen, yenə də edə biləcəyi məsələ deyil. Telefon xəttinə görə bir az fikrimiz natamam qaldı. İndi bu haqda istəyirəm fikirlərimizi davam edək. Buyurun. Çox vaxtı, bax, biz təşvişdən, bayaqlarım çox gözəl Araz doktor əslində onları fərqləndirdi. Doğrudan da sözün həqqi mənasında qorxu, fobiya bu daha konkret və predmetli bir məfhumdur. Və o ingilislərin present tense, indiki zamanında baş verən bir məsələdə qorxu insanın həmin o qorxu obyekti ilə təması, kontaktı zamanı yaranır. Təşviş isə gələcəyə yönlənmiş bir hissdir. Yəni, hal-hazırda heç bir təhlükə yoxdur. İnsan gələcəkdə mümkün bir, ehtimal gələcəyin təlaşını, həyəcanını, narahatçılığını yaşayır hal-hazırda. Və bu, çox vaxt insanlar deyir, filan kəs nədənsə qorxdu, filan kəs nəsə gedək qorxuluğunu götürək. Amma, bəli, psixotravma, travma verən faktorun müxtəlif bu pozuntularla əlaqəsi var. O, sözsüz bu belədir. O, açar
bir mexanizmdir. Ancaq bunun daha bazı, daha köklü bir əsasları var insanın şuuraltısında. Və məsələn, ən çox bizim müşahidə elədiyimiz sırf Azərbaycan mühitindən, bizim mental tərbiyə metodlarından çıxış edib desək, biz görəcəyik, mən ona hətta belə deyirəm, bədxassəli, simbiotik münasibət. Yəni, separasiya, yəni ayrılma deyilən bir məqam var. Biz bilirik ki, insan, biz Bəni Adəm evladı primatlar fəsiləsinə aiddir və nəinki primatlar, ümumiyyətlə məməlilərdə, yəni dünyaya gəlmiş körpə bilavasitə ana obyektindən, valideyndən asılıdır. Onun qidası, onun isinməsi, çünki termoregulyasiya məsələsi var və onun yırtıcılardan qorunması. Çünki belə deyək də, məməlilərin evladları dünyaya göz açanda, məsələn, insan evladı, uşaq dünyaya gələndə o bir tısbağa balası kimi, ilan kimi sürünüb getmir və onun yəni, özünə qida tapmaq imkanları yoxdur. O çox acizdir, bağlıdır. Ona görə də bu simbiotik bağ çox güclüdür valideyn obyektinə. Onu qoruyan, qidalandıran, mühafizə edən, isidən obyektə. Müdafiə mexanizmi. Bəli. Ancaq zaman keçdikcə təbii ki, o böyüyür və o özündə artıq o cəsarəti tapır və sərbəst həyata qədəm qoyur. Buna biz deyirik separasiya. Və separasiya təbii ki, 19 yaşında baş vermir də, yəni o körpə erkən yaşlarda olur və təəssüf ki, gəlin baxaq görək, hər bir insanmı bu separasiyanı bizim cəmiyyətdə ayrılır doğrudan da. Və ələlxüsus da indi görürsünüz, gənc qızlar çox vaxtı şikayətlənir oğlanlardan ki, anasının marionetkasıdır, anasının barmağı ilə durur, oturur, yetkinləşməyibdir, yaş böyüyüb, amma özü ağlı isə qalıbdır. Bu, həmin o bədxassəli simbiozun bariz nümunəsidir. Və belə insanlara şuuraltı olaraq separasiyanı xatırladan hər hansı bir hadisə baş verərsə, nə hiss yaşayacaq? O hissi yaşayacaq, hansı ki, körpə pişik balası anasız qalanda neynir? O miyolduyur, öz aləmində ağlayır. Niyə? Onun səsinə. Çünki onu belə deyək, elə insan körpəsini də ağlamağa vadar eləyən həmin o ilkin baza təşviş hissidir. Çünki o proqram şuuraltı yazılıbdır ki, sən tək qalsan, donassan, acından öləcəksən, səni yırtıcılar parçalayacaqdır. Və o qorxudan, o ağlayaraq ətrafdan həmin o səsinə onu xilas eləyəcək yetkin obyektləri çağırmağa cəhd eləyir. Təbii ki, yetkin insan 35 yaşında, 45 yaşında, insan ömrü boyu o simbiozdan qopmaya bilər də, o ağlaya bilmir. Onda, belə deyək, ekvivalent olaraq konversiya olunmuş əlamətlər hansıdır? Baxın, bizim bu təşviş, həyəcan pozuntusunda gördüyümüz. Məsələn, hamımızın eşitdiyimiz bir məsələ var. O deyir, çox narahat insandır, çox nigaran insandır. Kimsə evdən çıxıbdırsa, evə qayıdıb gəlməyincə o adam rahatlıq tapmır. Aynanın, pəncərənin önündə dayanır, gözləyir, gəldimi, gəlmədimi, indi mobil telefon çıxandan sonra daim əlaqə yaradır. Əslində bu narahatdır, nigarandır dediyimiz sırf xarakterdə belə həyəcanın əks olunmağı deməkdir. Elə generalizə olunmuş təşviş. Bəli, generalizə olunmuş təşviş pozuntusu var. Xarakterdə təşvişin aksentuasiyası var və hətta o təşvişli tip şəxsiyyət pozuntusu növü də var. Hansı ki, onlarda artıq xarakterində bu təşviş pozuntusu var və o qədər köklü və o qədər total şəkildə onun həyatının bütün istiqamətlərini əhatə eləyir ki, bu hətta şəxsiyyət pozuntusu səviyyəsinə belə qalxıb çıxa bilər. Yəni, insanlar bilməlidirlər ki, qızıl bir düstur var. Sizi narahat eləyən heç nə sizin xarakteriniz ola bilməz. Bunlar irili, xırdalı, hər hansı bir psixoloji pozuntulardır, problemlərdir ki, siz onu səhvən öz xasiyyətiniz, diqqət xəstəliklərini, deyirlər ki, bu adam heç nəyi sona çatdıra bilmir, başı var bu uşağın dərs oxumur, hər şeyi saxlayır, ertələyir, bunu belə görür. Təşviş, həyəcan pozuntusu, narahatdır, nigarandır, qorxulu adamdır, qorxaqlığı var və yaxud da sosiopatlar və yaxud da affektiv tip şəxsiyyət pozuntuları da o sındırıb dağıdır, belədir, bu xasiyyət deyil. Bu əslində pozuntudur. Telefon xəttində tamaşaçımız var. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir. 15 yaşında qız uşağıdır, 15 yaşın içindədir qız uşağı. Onda qorxu var.
öz-özünə qorxur, deyir gözümə nəsə görünür, elə bilmənə deyirlər ki, plan şeylə, yəni bunu eləməsən ged özünü öldür, yəni nəsə belə bir sözlər danışır. 15 yaşında. 15 yaşında. Neçə müddətdir bu hallar yaşanır? Əsl zamanıdır o manifestasiya. Bəli. Bir aya yaxın, bir ay olar belə, yəni get-gedə biraz da bərkişib. Həkimə apardım, nevropatoloqa apardım, dərman yazdı, ancaq biraz da sinirləri oyatdı. Nə diaqnoz qoydu? Üzr istəyirəm. Siz dediniz ki, nevropatoloqun yazdığı dərman sinirləri biraz daha oyatdı. Dərman yazmamışdan qabaq həkimin borcudur ki, diaqnozu səsləndirsin. Diaqnoz nə qoydu o apardığınız nevropatoloq? Diaqnoz elə depressiya dedi, başqa bir şey demir, qorxu depressiya dedi. Depressiyada insanın qulağına səsmi gəlir, depressiyada insana... Qorxu və depressiya, doktor, belə bir diaqnoz. Qorxu və depressiya diaqnozunda uşağı dərinli müayinə etmək lazımdır. Biabırçılıq. Sırf olaraq onun gedişatı... Bir xəstəliyin başlanğıcı ola bilər. Həkimlərin adını belə-belə batırırlar. Çox təhlükəli xəstəliyin başlanğıcı ola bilər olsun. Ağır fəsadlarla. İnşallah ağır şey olmasın. İnşallah... Yəni, yüngül bir hal da ola bilər, amma 100% qorxudan insana, bax o dediyiniz halətlər və yaxud da depressiyadan o dediyiniz halətlər olmur insandan, o 100% bir məsələdir. Amma yenə də artıq gedişatlar onu göstərir ki, sırf olaraq psixiatrik xəstəlikdir, yəni başqa sahədə deyil, bununla sırf olaraq nevrotik xəstəlik deyil. Bəli, nevrotik xəstəlik deyil. Uş точно nevropatoloqluq, nevroloqluq vəbşə deyil, yəni. Bilirsiniz, nə olursa olsun, əgər insan öz dili ilə ifadə edir ki, mənə deyirlər öldür özünü, bu artıq, bu artıq ictimai təhlükə daşıyır. Əlbəttə, imperativ qallüsinasiyadır bəlkə. Ola bilər qallüsinasiya, ola da bilər ki, ancaq insan öz dili ilə deyir ki, intihar sözü istifadə edir. Mesaj olaraq ötürmək istəyir ki, məndə bunlar gedir, bəlkə də bilmir nə baş verir. Bir kömək mesajıdır. Mənə elə gəlir ki, heç vaxt itirmədən belə artıq psixiatr və psixoterapevtə müraciət olunması hətta mütləq və vacib göstəriş kimi sayılır. Çünki 15 yaş hər halda çox gecikmiş dönəm də deyil və baş vermiş hadisəni çox rahatlıqla da tədavi və müalicə etmiş olar. Hər gün, hər saat sizin əleyhinizə işləyə bilər. Bəli, efirdən də elə doktorlarımızın nömrələrini götürə bilərsiniz, əlaqə saxlaya bilərsiniz və istənilən zaman... Yeniyetmə devir bununla ilə təhlükəlidir. Burada o xəstəliklər, ağır xəstəliklərin başlanğıcı ola bilər olsun. İnşallah ki, müraciət olunar və tədavisi olunar. Bizdən redaktorumuz bildirir ki, Rusiyadan bizə bir xanım əlaqə yarada bilmir, düşə bilmir, mesaj olaraq yazıb, çox üzr istəyirəm, bəydir, müraciət eləyib ki, mən evdən çıxmağa qorxuram. Ümumiyyətlə, bütün günü evdə qalıram və nəysə olacaq kimi artıq uzun müddətdir evdən və bizi izləyir. 43 yaşı var. Bu da qorxunun bir növü, evdən qorxur, nəysə olacaq məsələsi. Yəni, nə etməliyəm? Əslində, başqa bir artıq bizim ölkədə deyil, kənar ölkədədir. İndi biz bura müraciət edən deyək, o da artıq evdən çıxa bilmir ki, kiməsə də müraciət. Sadəcə onlayn seanslar. Bəli, onlayn seanslar və seans terapiyalar bilirsiniz ki, mümkündür. İstəsiz, təbii ki, biz bizim efirdə iştirak edən dəyərli mütəxəssislərimizi sadəcə yönətməkdə sizə kömək eləyə bilərik. Zaten mən deyərdim ki, bu sahədə elə bizim efirdə bugün iştirak edənlər də sırf olaraq peşəkar insanlardır və bunlardan başqa təbii ki var, amma çox az saydadır. Əfsuslar olsun ki, bu işi görə biləcək, öhdəsindən gələ biləcək, edə biləcəyimiz dəstəyimiz sadəcə çünki başqa bir variant yoxdur. Bəli, burada demək olar ki, burada ola bilər sadəcə bir cümlə ilə mən diaqnoz qoymaq düzgün deyil, lakin demək olar ki, bu ola bilər olsun sosiofobiya, insanlar arasında qalmaq qorxuyla. Sosial təşviş, bəli. Ola bilər sosiofobiya, aqrofobiya. Ola bilər sosiofobiya, aqrofobiyasız. Aqrofobiya yəni ki, açıq məsafələrdən qorxur. Ona görə onlar həmişə qapalı yerdə olurlar ki, divarları görsün, pəncərə qapalı olsunlar. Aqrofobiya və açıq məsafəyə çıxanda orada narahatçılıq, həyəcandır, qorxudur. Ola bilər sosiofobiya insanlar arasında, insanlar cəmiyyət arasında, cəmiyyət diqqət mərkəzində olmaqdan qorxur. Ona görə evdən bayıra çıxmır, oturur ki, birdən çıxaram, kimsə məni tənqid edə bilər,
Kimsə mənə baxa bilər. Aşağılınır, rəngidə ola bilərəm. Və yaxud da panik atak bəlkə də ola bilər, tuta panik bilər. pozuntu ola panik bilər. atak da Və ola hətta bilər. təsəvvür eləyin ki, obsessiv-kompulsiv pozuntuda da bəzən o qədər o həddə iyrənmək qorxusu yaranır ki, o küçəyə çıxmaq belə istəmir ki, yenə iyrənəcəm, nəsə toxunar, nəsə yəni murdarlanar. Ona görə hamısı ola bilər, panik pozuntu da ola bilər. Təbii ki, anamnez araşdırmaq lazımdır. Bəli, siz elə müraciət edərək sadəcə edə biləcəyiniz yeganə çıxış yolunuz onlayn seans terapiyalara qoşulmaqdır. Hansı ki, faydası da elə eynən, belə deyək də, artıq offlayn formada, canlı formada görüşməklə də bərabərdir. Növbəti tamaşaçımızı telefon xəttindədir. Eşidək sizi. Buyurun, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Salam, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Buyurun. Bağışlayın, narahat edirəm, hamınızı salamlayıram. Məndə problem bilirsiniz necədir, doktorlara deyim. Elə bir ki, məsəl üçün, son zamanlar deməyim də, məndə ümumiyyətlə bu hal var. Adi belə deyim də, liftə mindirəm və yaxud da metroya tək minəndə sanki qapalı, ürəyim dayanacaq, bu dəqiqə nəsə hadisə baş verəcək. Tək qalmaqdan bir qorxuram. Mümkünsə, mən çox xahiş edirəm sizdən, aramla danışaq, sadəcə sürətli danışığınız, bir az da ucadan danışmağınızı istəyəcəyik və aramla. Oldu. Deməli, məndə bu təşviş həyəcan qorxusu var. Belə deyim də, təsəvvür edin, məsələn, adi bir ürəyim sıxılır, ürəyimdə bir sancı var. O saat beynimə salıram ki, sanki ürəyimdə hər hansı bir ciddi problem var. Dünən də olmuşam işlədiyim klinikada. Yəni, həkim düzdür, baxıb ürəyimə deyir, səndə ciddi heç nə yoxdur da, sən niyə belə, nəyə bağlıysan bunu? Deyirəm, yəni özündən asılı deyil də. Sanki elə bir ki, bu dəqiqə ciddi bir nəsə olmuş üçün bir şey hiss edirəm. Adi bir metroya falan, nə bilim, liftə minəndə sanki orada qalacam, necə deyim, nəsə baş verəcək, tək minə bilmirəm, yəni, metroya da tək minə bilmirəm, liftə də minə bilmirəm. Sanki, adi, məsələn, gecə yatıram, hər hansı bir şeylə oyanıram, ki, beynimə fikirlər gəlir ki, məsəl üçün, falan şey olar, məsəl üçün deyirəm, borcum var, bunu necə bağlaya bilərəm falan. O saat, yəni, özümdə bir belə deyim də, təşviş həyəcan yaranır da mənə. Yəni, demək istəyirəm, bunu öz beynimə, öz-özümə müalicə edən öz fikirləri ataraq keçirdə bilərəmmi, yoxsa hər hansı bir belə deyim, seans falan, psikolog məsləhət görərmi, doktorlar zəhmət olmasa. Neçə yaşınız var? Artıq 30 yaşım var. Nə qədər müddətdir bu başlayıb sizdə? Belə deyim də, doktor, çox uzun müddətlərdir var, amma son bir ildə biraz daha elə bir ki, artıq sanki. Bir il. Daha gərginləşməsi bir ildir. Bilirsiniz, təəssüf ki, problemlər təşəkkür edirik, doktorlar cavablandıracaq. Müraciət eləmirlər. Üstündən görürsünüz, illər keçir, xəstəliyin ağırlaşmaları yaranır, ağırlaşmanın fəsadları yaranır. Təbii ki, əslində bir sözlə deyim ki, kardioloqun deməyi ki, sizdə ciddi bir şey yoxdur. Bu çox kökündən səhv bir ifadədir. Onda kardioloji ciddi bir problem yoxdur. Amma fakt göz qabağındadır ki, onda psixoloji çox ciddi problem var ki, artıq insan görürsünüzmü, o məhdudlaşdırıcı davranış belə onda yaranıbdır, müxtəlif fabrik elementlər belə yaranıbdır və ən azından bir şikayət artıq təsəvvür edin, illərdir varsa, o necə ola bilər ciddi olmasın, illərlə davam edən bir problem. Təbii ki, belə deyim də sizə, mikroskopla baxılmağı tələb olunan problemə teleskopla baxanda həmin o kardioloq ona elə gələ bilər. Ona görə bilirsinizmi, həkimlərin hazırlanmağında təkcə sən stomatoloq tutaq ki, alt gəmirici dişin, nə bilim, stomatoloq olmalı deyil. İnsanlar, həkimlər çox yaxşı olar ki, bu son dövrdə yaranıb, bəzən tutaq ki, sağ böyrəyə baxır, sol böyrəkdən təsəvvür anlayışı yoxdur. Belə dırnaq arası saxta uzmanlar da var. Yəni, hər tərəfli savada malik olmağı həkimin çox əhəmiyyətlidir. Elə bizim sahədə də götürüb elə preparat yaza bilirlər ki, prolaktin qalxacaq kəllə çarxa, sonra düşəcəklər o ginekoloq sənin, bu androloq mənim gəzməyə ki, bunun səbəbi nədir, nədən yaranıbdır. Bu, psixoloji ciddi bir problemdir burada. Bilirsiniz, mən sizə bilsin, kardioloqlarda, nevropatoloqda çox qınamaq olmur. Siz mənə düzgün başa düşürsünüz. Təhsildə onlarda belə bir treninqlər yoxdur ki, onlarla trening geçsin, onlara desinlər ki, bəs necə davranmalıdır, necə xəstəyə baxmalıdır, nə söhbətlər deməlidir. Bax, mən məsəl üçün, əgər xəstə mənim yanıma gəlirsə və deyir ki, mənim ürəyim tutur, mən görürəm bu təşviş həyəcandır, başa düşürəm. Ancaq mən birinci sualım olur,
kardioloqda olmursan, yoxsa yox. Ona görə ki, ola bilər ki, təşviş həyəcan da olsun. Paralel olaraq kardioloji xəstəlik də olsun. Və biz deyərək ki, mən dəqiq bildim, vəssalam, müalicə edirəm və sonra onun ağır fəsadları. Mən deyirəm ki, kardioloqda əgər olmursansa, nəticə var, bəli, bir dərman yazım, yoxsansa, ged əvvəl kardioloqun yanına, yoxlatdır özü. Əgər problem yoxdursa, ondan sonra gələrsən mənim yanıma və ya kardioloq nə yazdı, o cavabla gələrsən. Və bilirsiniz, siz kardioloqlarla kabinetin qabağında durursunuz, orada belə adam var. Onların başı elə qarışıqdır ki, onların işi, yeniden mən onları qınamıram, onların işi həddindən artıq çoxdur. Mən bir dəfə, biz xeyrəçili bir formasında, biz getdik, üzrsən, bəlkə tema uyğun deyil, amma bu çox vacib bir moment. Biz bir qrup həkim getdik rayonların birinə, orada xəstələrə baxmaq. Hərəmizə bir kabinet verdilər, mənə də bir kabinet və mənim yanımda mənim dostum kardioloqun kabineti var idi. Və bir də görürəm ki, koridorda səsdir, küydür, nəsə bir-birinə skandal eləyirlər, davadır, nə olub. Hamısı kardioloqun otağına keçirlər də, istəyirlər kardioloqun qəbuluna keçsin. Mən də girdim, həkim kimi girdim, oturub və görürəm belə bir şey. Gəlib həkimin yanına, kardioloq. Kardioloq deyir ki, nədən şikayətin var? Deyir, heç nədən. Deyir, yoxdursa niyə gəlmirsən? Deyir, bəs gəlmirsən, hələ belə məni yoxlayasan. Profilaktik müayinə. Deyir, burada doğrudan da ürək xəstəsində əziyyət çəkən insanlar var. Yox, sən mənə görə mütləq məni müayinə eləyəsən, məni. Və günün axırında kardioloq bir vəziyyətdə çıxmışdı otaqdan ki, özüm psixoloji problem yaranmışdır. Özüm psixoloji. Mən sonra axşam onunla psixoterapiya yapardım. Əslində biz onları şübhaltına almırıq. Çünki əslində çox geniş və çətin bir sahədir. Reklam fasiləmizdən ayrılaq. Qısa aradan sonra yenidən müzakirəmiz davam edəcək və həmin o bəyin də tam olaraq net cavabını da cavablandıracaq ki, hansı ki deyir ki, mən özümü müalicə etmə gücünə sahibəmmi, yoxsa mənə dəstək lazımdır. Reklam fasiləsindən sonra buradayıq. Reklam fasiləmiz bitdi, müzakirəmiz davam edir. Xatırladaq ki, bugün təşviş, qorxu, həyəcan, narahatçılıq və gərginlik mövzusundan danışırıq. Studiyamızın qonaqları isə doktor, psixiatr Arazman Çöhrə Lali və eyni zamanda həkim, psixoterapevt Elmir Əkbərdir. Mövzuya keçməzdən öncə ilk olaraq Tibet Sağlamlıq və Uzun Ömürlər Klubu ilə bağlı qısaca danışmaq istəyirəm. Anadan gəlmə xəstəliklər istisna olmaqla, onun fonda başqa gedən xəstəliklərin tam müalicəsi və təbii üsullarla müalicə metodundan aparılır. Təbii ki, burada imkansız ailənin övladlarına müalicə və terapiyalar pulsuz aparılır. Uzaq məsafədən təşrif buyuranlar və müalicə dönəmi keçən insanların qalması üçün təminat tam olaraq ödənişsizdir. Efirdə əlaqə nömrələri görülür. Təbii ki, bununla bağlı əlaqələr maraqlanan insanlar təbii ki, bu nömrələrlə əlaqə saxlaya bilər. Təbii ki, sağlamlıq hər kəsə vacib, önəmli dəyərlərdən biridir. Unutmayaq ki, o da bizim məhz öz əlimizdədir. Doktor, bizə sonuncu zəng edən tamaşaçımız təşviş pozuntusundan əziyyət çəkdi. Zaten bəlli oldu. Heç bir tibbi və bioloji xəstəliyi söykənmədən, amma orada bu xəstəlikdə nə isə vardı düşüncəsi. Sual verdi, özümü tədavi edə biləcək gücdəyəmmi, yoxsa hansısa bir dəstək lazımdır? Təbii ki, mənim düşüncəm mütləq lazımdır, amma yenə də sizin yanaşmalarınızı istəyəcəm. Ümumiyyətlə, buyurun sizin. Yox, sizdir. Ümumiyyətlə, bilirsiniz, insanlar təəssüf ki, bəzən məişət problemləri ilə tibbi problemləri qarışdırırlar. Bilirsiniz, paltar ütüləməyə mütəxəssis olmağa ehtiyac yoxdur da, özəl. Və ona görə də adətən paltar insanlar özləri təhsil almadan evdə ütüləyə bilirlər. Ancaq bu boyda dünyada universitetlər, görürsünüz, mütəxəssislər yetişdirir. Həkimlər, psixoloqlar, psixiatrlar, psixoterapevtlər. Hər bir halda, yenə deyirəm, söhbət ondan getmir ki, biz öz sahəmizdən danışırıq. Yəni, ümumiyyətlə götürəndə, siz təsəvvür edirsinizmi, bir oftalmoloq öz gözünü necə əməliyyat eləyə bilər?
Yəni demək istədiyim odur ki, və xüsusilə də psixoterapiyada insanların bilmədikləri çox vacib məqam var. Bəli, üzdə çoxdur doktor. Bəli. Niyə görə hətta Freudlə Jung bir-birini analiz edirdi. Ona görə ki, kör ləkə, görülməyən zona deyilən bir anlayış var bizdə psixoterapiyada. İnsan zaten öz həyatında nələr baş verdiyinin şuuraltı məqamını ki, o icebergdə olduğu kimi 99% proseslər şuuraltı gedir. Onu insan özü dərk eləyə bilmir, görə bilmir. Ona görə zaten o şuurdan kənardır. Şuurun altı, unconscious, şuurun altı hesab olunur. Подсознательный, бессознательный prosesi tam происходит. Yəni insan zaten bunu özü görsəydi, tutsaydı, analiz edib, anlaya bilsəydi, o proses elə şuurda baş verən proses olardı. Psixoloji problemlərin bəli, cüzi bir hissəsi şuurda baş verir də. Tutaq ki, nə bilim, bir insanın başına bir ciddi bir stres, travma yaşadı. Təbii onu asan əlaqələndirəcək ki, bəli, bu hadisə oldu və bundan hansı bir stres yaşadı. Ancaq xüsusilə də bizim diaqnozlar, bizim simptomların 99%-i şuuraltı proseslərlə bağlıdır və insan onu heç vaxt görə bilməz. Zaten ona görə görürsünüz, təşviş həyəcan pozuntusunda, panik pozuntuda gəldir. Heç nədən oldu bu. Səbəbsiz yerə. Bunun heç bir səbəbi yoxdur. Səbəb təbii ki, var. Yer üzündə mən həmişə sevirəm deməyə, səbəbsiz bir kif yaranır, bir də toz öz-özünə yaranır. Başqa heç öz-özünə yaranmır. Yəni, sadəcə olaraq o səbəbləri onlar görə bilməyi mümkün deyil. Çünki o şuuraltıdır. Ancaq və görməyi üçün də, psixoterapevt olmaq üçün də başqa həkimlərin aldığı təhsildən bir ən azı 3 dəfə daha uzun təhsil almaq lazımdır ki, onu belə deyək də, o ruhun lupası ilə, mikroskopu ilə baxıb o insanın həyatında o sınmış zəncirləri tapıb əlaqələndirmək mümkün olsun. Bəli. Ancaq mən bir şey də əlavə etmək istəyərdim. Çox düz qeyd elədiniz. Lakin bu xəstənin müalicədə iştirak etməyini inkar etmir. Xəstə müalicədə iştirak etməlidir mütləq. Bəli, bəli, çox aktiv. Hamısının həkimin boynuna, həkimin məsuliyyəti olmur. Özü də iştirak etməlidir. Həkim kontrolu altında, psixoterapevt kontrolda saxlayır, yönəldir. Bəli, eyni. Bəli, yəni bəzən bax necə ürəklə bağlı bir problemimiz olduqda kardioloqa biz birbaşa müraciət ediriksə, psixoloji xəstəliklərdə də sırf onun mütəxəssisləri var. Heç biz öz çalışmalarımızın bu işin içində olsaq da yenə də özümüzdə olan problemi özümüz belə yenə özümüzdə aciz yanayıq. Ətraf peşəkarlardan yenə də dəstək istəyirik. Ona görə də düşünməyək, bu zaman itkisidir və hər gündə psixoloji xəstələr bilirik ki, hər gün bizim əleyhimizə gedən bir gedişatdır ki, onun fonunda başqa ciddi psixoloji xəstəliklər zəncirvarı yarana bilər ki, ondan da qurtuluş çox çətindir və inanıram ki, qısa müddətdə təbii ki, müraciət edərsiniz. İnşallah hər şey yaxşı olacaq. Növbəti tamaşaçımızı eşidək telefon xəttində. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir olsun. Mənim sualım həkimədir, psixiatr. Buyurun. Mən qızım 2 ildir depressiyaya görə müalicə alırıq, psixiatr müalicəsi. Amma yəni düzəliş yoxdur. Yenə heç bir şey eləmək istəmir. Əhval-ruhiyyə düzəlmir, heç ara getmək istəmir. Yəni ki, bu 2 ildə müalicələrdən bir effekt ala bilməmişik. Həkim həkimə məlumat verir, ondan bir kömək. Qızınız 2 ildə depressiyadan əziyyət çəkir və müalicə alır. Almasına rəğmən heç bir irəliləyiş yoxdur. Müalicəni kimdə alır? Mütəxəssis olaraq üzr istəyirik. Psixiatr həkimlərdən alır. 1 il Bakıda almışıq, 1 ildə Şəkidə. Yox, ixtisas olaraq hansı həkimə müraciət? Psixiatrda müalicə. Xanım, diaqnozda depressiya qoyulub hə qızınıza? Bəli, bəli. Bəs seanslar həftədə bir dəfə keçirmi? Yox, biz hər ayda bir dəfə getmişik həkimə. Yəni psixoterapiya seansları götürməyib hə qızınız? Dərman yazılır. Dərman və kontrol. Ancaq dərman müalicəsi. Bəli, bəli, dərman müalicəsi. Məlum məsələdir. Orada psixoterapiya da mütləqdir. Mütləq vacibdir, əlbəttə. Psixoterapiya da mütləqdir. Yəqin ki, dərmanlarda da nəsə bir dəyişiklik etmək lazımdır. Bəli. Orada müxtəlif neyromediatorlara təsir edən qrup, müxtəlif antidepressantlar var. Belə söz, buradan
çox belə az olan informasiyadan bir dəqiqcə bir məsləhət görə bilmərsən, yenə də deyərdim ki, öz həkimimizə yenə də müraciət ediniz və psixoterapiya mütləq. Bəli, 2 il az zaman deyil, depressiyanın müalicəsi üçün də yetərli zamandır. Bilirsiniz, amma Ülviyə xanım, sizə mən bir şey deyim də, məsələ ondan ibarətdir ki, psixoloji, xüsusilə də söhbət təşvişdən, həyəcandan, depressiyadan gedirsə, obsessiyalardan gedirsə, yəni söhbət bayaqlarım Araz doktorunda dediyi o ağır psixiatrik pozuntulardan, ağır psixozlardan, şizofreniyanın ağır növündən getmirsə, bu dediyimiz təşvişdir, depressiyadır, obsessiyadır, panikadır, bunların əsas müalicə metodikası psixoterapiyadır. Birinci seçim psixoterapiyadır. Dərman, əgər baxın, pasiyent qapı-qapı gəzməyibsə, müxtəlif dərmanlarla beyni zəhərləməyibsə, özünə aslı salmayıbdırsa, ilkin başlayanda, yəni belə mənəm demək olmasın, pis çıxmazdır. Yəni doğrudan da biz onu dərmansız belə müalicə eləyə bilirik. Heç bir dərman preparatı olmadan, dərman ancaq fəsadı aradan qaldırmaq üçün istifadə olunur. Depressiya, psixoterapiya olmadan doğru düzgün müalicə olunub anlayışını işlədə bilmərik. Burada deyilmi doktor, psixoterapiya mütləq olmalıdır depressiv xəstəliklər üzərindən. Bu da o xanımda olmadığına görə nəticə yoxdur. Çox güman ki, bu gedişlə olmayacaq. Bəli, çünki elə bilin, çörək bişirmək üçün lazımdır su və un. Siz suyu götürmüsünüz, un qatmamışsınız. Siz suyu qaynadın, o çörəyə çevrilməyəcək. Və deyəndə ki, sizə lazımdır psixoterapiya, klinik psixoloq və sadəcə psixoloq, deyir ki, o mənə nə deyəcək? O mənə dediklərini mən özüm bilirəm də. Onda deyirsən ki, yaxşı, bəs onda niyə psixologiyanı 5 il institutda oxuyurlar? Niyə sonra onlar magistraturanı ki, bəs onda bu niyə lazımdır? İnsan açar interneti, oradan oxuyar və deyər, mən də necə bir neçə gün bundan əvvəl taksidə gedirəm, taksidə mən də bir psixoloqam. Bir təkcə o taksi sürücüləri mən də bir psixoloqam. Mən nə deyim bu zaman, nə deməliyim? Bəli. Və bayaqlarım sözünüzə qüvvət. Ülviyə xanım, qəşəng dediniz ki, biz bu sahədə çalışan mütəxəssis kimi biz belə öz həyatımızın o şuuraltı məqamlarını görə bilmərik. Bəzən soruşurlar ki, bəs psixoloqlar, psixoterapevtlər, psixiatr özləri problem olun deyil. Bizim, yəni praktik, peşəkar psixoterapiya ilə məşğul olan mütəxəssisin özünü supervisor deyilən, qoy bunu deyim, hamının ürəyi soyusun, supervisor deyilən bir mütəxəssisi var. Məsələn, mənim supervisorum xanım Elizabeth Lukasdır. Ən azı həftədə bir dəfə mən ondan superviziya apardığım müalicə metodikaları, algoritmləri, özümün həyatında yaşadıqlarım, bunları həftədə bir dəfə hesabat superviziyası olmalıdır. Psixoterapiyada bu mümkünsüzdür. Yəni, demək istədiyim odur ki, mütəxəssislər özləri belə bu şuuraltı prosesləri öz həyatlarında kontrol edə bilməzlər, görə bilməzlər. Bəli. Psixoterapevt də həkim insandır da o da. O da insandır. Bütün insanlarda xas olan problemlər psixoterapevtdə də var. Psixoterapevt hərdən bir mənə ki, mən deyəndə ki, mən naxoşam, xəstəyim, deyir ki, heç həkim də xəstələnər. Həkim adam deyil bəyəm. Sizdə olan problemlər bizdə də olur. Biz də siz kimi bu şəhərdə yaşayırıq, sizin kimi gəzirik, sizin kimi nəzərə alsaq ki, gündə nə qədər pasientlərlə görüşür və onların negativliyi, onların düşdüyü həmin o depressiv durumlarının ağırlığını onlarla bərabər yaşayır. Çünki müalicə etməsi üçün həmin o dünyaya düşməlisən ki, onun yaşadıqlarını özündə yaşatmalısan. Bu da əslində xüsusi bir peşəkarlıq tələb edir. Əslində çox sahə. Bəli. Özü də mən sizə bir şey deyim ki, depressiyanın müalicəsində düzgün antidepressantı seçmək bir zərgər dəqiqliyi tələb edir. O böyük bir kompozisiya, bir bəstəkar. Həm də biraz risklidir, doktor, deyilmi? Risklidir həm də o qədər dərman preparatları var ki, indi düzdür, çox gözəl dərmanlar da var, amma onları seçmək çox vacibdir. Çox vacibdir ki, çünki depressiyanın növünü tapmalıyıq o pasiyentdə. Ağırlıq dərəcəsini, o pasiyentin xarakter xəritəsini cızmalıyıq, onun həyat tərzini nəzərə almalıyıq. Ailə mühiti, evdəkilərin ona yanaşması. Bəli, bunların hamısını nəzərə alıb, orada o zərgər dəqiqliklə ustadcasına bir dərman seçməliyik. O demək deyil ki, birinci dərman lazım istədiyimiz effekti verəcəkdir və bu da vacib faktdır ki, seans seans diaqnoz dəyişə bilər. Yəni, ilkin gələn o şikayətlər bu hələ əsas diaqnozdan xəbər vermir. Və bayaqlarım Araz doktor dedi sahi ki, paralel əlbəttə ki,
doğrudan da insanda ürək problemi. Bəs ona görə bizim akademik təbabətdə doğrudan da təhsil olan həkimlər biz çox gözəl bilir ki, var ilkin diaqnoz, var əsas diaqnoz, var yanaşı gedən diaqnozlar. Yəni demək istədiyim odur ki, bu o taksi sürücüsünün bayaq sizə dediyi kimi ki, o özü elan edib, bir onun elə yeri əskiymiş psixologiya aləmində, o da özünü elan edib. Ürək xəstəsi olan xəstəyə düzgün antidepressant yazmayanda onu infarkta qədər çatdıra bilərsiniz. Əlbəttə. Bəli, ona görə bəli, bəli. Burada bilirsiniz, o antidepressantlar, onlar çox sadə olsa da çox qəliz bir şeydir. Birincisi, onların tam təsir mexanizmi hələ aydın deyil. Və antidepressantlar hələ onlar var, stimullaşdırıcı antidepressant, var sakitləşdirici antidepressant. Məsəl üçün, insanda intihar fikri var. Lakin bu intiharı həyata keçirmək üçün bunun halı yoxdur. Bunun gücü yoxdur, durub nəsə eləsin. Onca bu yatıb pasivdə qalır. Və bunu düzgün analiz etməyəndə xəstəni və ona verirsən antidepressant ki, bu dursun, deyir ki, halım yoxdur, yatıram, dururam, gəzə bilmirəm, ancaq öz intihar fikirlərini söyləmir. Müxtəlif səbəblərdən. Qorxur, istəmir kiməsəniz. Ancaq siz verirsiniz, xəstə, həkim yazır antidepressant, düzgün diaqnostika aparmayanda yazır antidepressant, fikirlər düzəlmir, amma hərəkət aktivləşir. Və bu pis fikirlərlə, pesimist fikirlərlə, intihar fikirlərlə aktivləşir və qabaq əgər halı yox idi, geçsin məsələ üçün, nə bilim, hansı bir hərəkətlə o hərəkəti edir. Ona görə bunu aydınlaşdıran da birinci fikirləri düzəltmək, fikirlər normallaşsın, sonra aktivləşmə vermək. Bəli. Amma əksinə olanda bu böyük problemlə nəticələnir. Həm özünə, həm də ətrafa xəsarətdə çox təhlükəli fiqura çevrilə bilər ki, əslində elə bunu danışmışıq, terapiya üsullarından istəyirəm biraz da danışaq bu təşviş pozuntusunun. Təbii ki, bunlar yəqin ki, insana fərdi yanaşma prinsipi və ağırlıq dərəcəsidir. Bu necə oldu? Diaqnoz qoyuldu və müalicə necə aparılır? Təbii ki, birinci psixoterapiyadır. Psixoterapiya, təbii ki, birinci əsas müalicə psixoterapiyadır. Hər dəfə bu. Bütün psixoloji dediyimiz kimi problemlər də belədir. Sadəcə olaraq, bilirsiniz, o təşviş, həyəcan pozuntusu olan pasiyentlərin bir xüsusiyyəti var ki, o suda batan saman çöpündən yapışır. Ona görə yadınızdadır, bir pasiyent zəng vurub ki, hansısa bir, yenə deyirəm, İraq yaxşı həkimlərimizdən o ağ xalatlı bir qulyabanı başına aldadıb, neçə min manat pulunu alıbdır, analiz götürür, güya analizlə buna təşviş, həyəcan diaqnozu, depressiya diaqnozu, panik atak diaqnozu qoyacaq. Hələ bir o laborator analizi də deyir, göndəribdir, xarici ölkə, Türkiyə ya İrana, səhv bilmirəm, hansıdasa güya göndərib. Görün, necə insanları aldadırlar. Yəni, bu problemlərin heç bir, mən bunu qətiyyətlə sizə deyirəm, Azərbaycanda laborator, analiz, instrumental, heç bir müayinə üsulu yoxdur. Heç bir bahalı o KT-lər, MRT-lər, o qan analizi üçün sizdən nə qədər pullar alırlar, onlar hamısı təəssüf ki, yazıq ki, belə hadisə olur ki, sizi aldadırlar. Burada ən birinci düzgün anamnezi toplamaq. Ən birinci düzgün odur ki, hələ heç bir dərman içməmişdən qabaq, heç bir dərman içməmişdən öncə, çünki dərman içib gəlirlər, bilirsiniz, xəstəliyin klinik şəkli dəyişir, o preparat onu dəyişir. Bəli, klinik tablo tamam fərqli olur. Çünki görürsünüz, çox gözəl dediniz, o klinik tablo dəyişir. Biz bilmirik ki, bu pasiyentdə müşahidə elədiyimiz əlamətlərdən hansı? Çünki insanlar heç də hər şeyi şikayəti ilə dilinə gətirə bilmir. Axı, bəzi şeyləri o danışarkən müşahidədən biz tuturuq. Amma biz bilmirik ki, şəxsən bunun hansı xəstəliklə bağlıdır, hansı psixoloji problemlə bağlıdır, hansı isə içdiyi dərmanlardan yaranıbdır. Ona görə də dərmandan öncə birinci növbədə psixoterapiya seansları olmalıdır və təbii ki, ondan da qabaq düzgün anamnez toplayıb diaqnozun incəliyi dəqiqləşdirilməlidir və bir neçə seans ərzində hələ o diaqnoz dəqiqləşdiriləcəkdir. Hər dəfə biz deyirik, harda başlayır şizotipik pozuntu, harda bitir obsessiv-kompulsiv pozuntu, bunu
bir-birindən diaqnoz aparmaq üçün, diferensiasiya, fərqləndirmək üçün çox böyük ustalıq tələb olunur mütəxəssisdən. Ona görə də həyəcan, təşviş pozuntularında, istər generalizə olmuş təşviş pozuntusu, istər panik pozuntu, birinci növbədə dərmansız başlamaq lazımdır. Ayrılıq təşviş pozuntusunun özünü birbaşa psixoterapiya olmadan hansı dərman onu düzəldir? Bəli. Və sonra əgər bəzi hallarda müəyyən fəsadlar varsa, bəli, dərman bizə kömək eləyir həmin fəsadları aradan qaldırmağa, bəzi prosesləri sürətləndirməkdə bizə kömək eləyir. Bəli, və onu da yenə də mütəxəssis həkim psixoterapevt, yenə deyirəm, o mütəxəssis ki, onun diplomunda Səhiyyə Nazirliyi tanıdığı, təsdiqlədiyi, qəbul elədiyi diplomunda yazılıbdır. Həkim psixoterapevt və yaxud da həkim psixiatr, hansı ki diplomunda yazılıb həkim psixiatr. Sadəcə bu adamın doktor sözündən xoşu gəlir deyə özünü həkim adlandıran adamlar yox. Özünü məsələn o bayaq Araz doktor dediyi kimi psixoloq elan edən taksi sürücüsü yox. Yəni hər insan mütəxəssis həm təhsili, həm təcrübəsi olmalıdır ki, bu diaqnoz düzgün qoyulsun. Neçə dəfə həftədə doktor seans terapiyalar qoyulur? O dərəcəyə bağlıdır. Adəti üzrə 1-2 kifayətdir. Bəzən olur, deyirlər ki, axı biz getmişdik filan yerdə bizə hər gün seans olur, hər gün orada. Mümkün deyil, təbii. Doktor, bu nə məsələdir? Bilirsiniz, çox zaman psixoterapiyaya biraz başqa cürə yanaşırlar da. O insanlar hesab edirlər ki, demirəm hamısı, bir qismi. Ki, psixoterapist gəldi, söhbət elədi, çıxdı, getdi. Dəhşətdir bu. Və ya o biri deyir ki, necə, mənim həyatımı dəyişəcək bəyəm. Deyirəm ki, ay Məhəmmədciğim, sənin həyatını sən dəyişməlisən. Sənin yerində heç kəs sənin həyatını dəyişən deyil. Bu bir. İkincisi, psixoterapevt sənə kömək eləyəcək, bu yaranmış hadisə, situasiya başqa gözlə baxasan. Negativ gözlə yox, pozitiv gözlə baxasan. Çıxış yolunu tapa biləcək. Eyni hadisəyə başqa nöqteyi nəzərdən baxmaq olar. Eyni hadisəyə. Və mən həmişə belə bir məsələ gətirəm. Biz bir dəfə dostlarla gedirdik, rayona gedirdik bir toya və biz gedirdik toya gedəndə və bir dənə bir leysan yağdı ki, deyirlər, tut üstündən qalx göyə və gəlib kəndə çatanda toya bir də bildik ki, bəs kəndin o biri başında o qohumun biri rəhmətə gedib. Və biz neyini? Bunlar da demirlər ki, indi toy istəmirlər kəsinə. Biz getdik, başsağlıq verək, sonra gedik toya. Gəldik başsağlığı verməyə, yağış da yağır. Orada hamısı deyir ki, görürsünüz, təbiət də ağlayır rəhmətə gedən üçün. Oradan çıxdıq, getdik toya. Toyda dedilər ki, su aydınlıqdır. Eyni yağışdır. Biri deyir ağlayır, o biri deyir aydınlıq. Hər kəs situasiyaya görə dəyərləndirir. Bəli, ona görə yanaşma tərəfləri. Psixoterapevt öyrədir vəziyyətə başqa gözlə baxmaq, başqa cürə qiymətləndirmək. Telefon xəttində tamaşaçımız var. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Nəysə, xəttimizdə problem yarandı. Geri dönüş edərsə yenidən alarıq. Xatırladaq ki, efrimizin bitməyinə az qalıb. Biz bu haqda daha çox... Məsələn, bir də təşviş krizi deyilən bir şey var, doktor. Təşviş krizinə də düşmələr. Məsələn, bəzi insanlar daha çox deyir ki, mən təşviş krizindən əziyyət çəkirəm. Amma yenə də bilmirlər. Bəzən də deyirlər ki, bu nevrozam, nevrotik kriz yaşayıram. Nevrotik krizdən də bunu deyənlər var. Əslində təşviş krizidir, amma yenə də bunu belə deyirik də. Bu demək ki, zamanında bəzən də müalicə olunmadığı halda nə baş verər sualının elə cavabı bəlkə də budur. Deyil mi? Və təşviş krizi deyəndə sizə deyim ki, tibbdə belə bir termin yoxdur. Bu ola bilər panik tutma. Panik tutma təşvişlə müşahidə olunur. Və təşviş krizi deyəndə çox vaxt panik tutmanı nəzərdə tuturlar. Amma öləcəm, dəli olacam mərhələsi, son pik nöqtəsi budur artıq. Doktor, nə qədər müddətdə müalicə, terapiya zamanı uyğulanır bu təşviş pozuntunun müalicəsi? Neçə ay ilə söykənir? Təbii ki, burada tibbin bütün sahələrində olduğu kimi iki məsələni bizim vətəndaşlar bilməlidir. Əgər bir həkim sizə qarantiya verirsə, sanki gedib hansısa bir o dükan şəbəkədən ayaqqabı, məişət texnikası alır, qarantiya verirsə, demək o dələduzdur, ondan qaçın uzaq. Çünki tibbdə
Qarantiya. Yəni hər şeyin indi inanclı insanlar üçün hər şeyin həqiqətini Allahdan başqa heç kim bilmir. Bu korona müddətində insanlar oldu 90 yaşında çox rahat keçirdi, sağaldı, insan oldu gənc, heç bir əlavə xəstəliyi yox, amma dünyasını dəyişdi. Qripdən belə dünyasını dəyişənlər olur. Ona görə də tibbdə qarantiya demək bu çox qeyri-peşəkarlıq və savadsızlıqdır. Bu bir. İkinci, hər şey individualdır. Hər şey fərdidir. Çünki hər bir insan, bilirsiniz, bizim üçün, söz yox, bizim digər kolleqalarımız, digər həkimlər üçün də bu belədir. Amma bizim fəaliyyətimiz bilavasitə ruhla ən tonkaya materiya da demək olmaz, ruh, yəni ümumiyyətlə materiya deyil də. Yəni ona görə də burada o insana biz bir xəstə və xəstəlik simptom gözündə yox, biz ona şəxsiyyət kimi yanaşırıq. Nə qədər ağır şikayət olmasa da bizim qarşımızda bir şəxsiyyət əyləşir. Hansı ki, o təkcə o xəstəlikdən, o şikayətdən, o simptomdan ibarət deyil. Ona görə də burada individual, fərdi qaydada aparılır. Və təbii ki, diaqnozun özü də fərqlidir, panik pozuntu ayrıdır, generalizə olmuş təşviş pozuntusu ayrıdır, təşvişli şəxsiyyət pozuntusu tamam ayrıdır və bunların gözləntilərimiz də tamam fərqli şəkildə gedir və eyni zamanda insanın xarakter tipinin çox böyük rolü var, çox vacibdir. Ona görə də düzdür, bir simptom da var, bizim pasientlərdə olur ki, o tələskənlik. Bugün gəlir müalicə istəyir, dünəndən sağalsın artıq. Və gəldiyi gündə zamanının qarantını almalıdır ki, neçə aya, həftəyə, hətta aya deyən də yoxdur bəzən xəstə pasientlər arasında. Həftənin neçə günündə artıq sağalacam deyə bu boşluq da hardansa yaranır. Demək ki, ona da o vaxtları deyənlər olur. Bizim kollegalarımız, cərrahlar, plastik cərrahlar, o gün onların bir məclisi idi. Şikayətlənirlər ki, pasientlər gəlir ki, mən hazırlaşıram yaxınımın, rəfiqəmin ya kimisə toyuna, mənə qarantiya verirsinizmi ki, 6 aydan sonra mən turp kimi salamat, gözəl çıxacam, deyir, biz onlara izah eləyə bilmirik ki, bu dəridir, bu orqanizmdir, hər dərinin öz sağalma müddəti var, hər prosesin. Görün, cərrahiyyə kimi bir daha konkret, daha material, daha toxunulan, ölçülə bilən bir sahədə bunu demək mümkün olmursa, psixoterapiya kimi daha belə amorf, daha metafizik bir sahədə bunları təbii ki, demək daha çətindir. Əsas məsələ odur ki, insanlar nəyə fikir verməlidirlər, nəyə bilməlidir. Gedişata bağlı məsələlərdir. Bəli, şikayəti nə xarakter daşıyır? Daxil olsunlar, Google-da yazsınlar, xəstəliklərin beynəlxalq təsnifatı və orada öz problemlərini yazsınlar. Görsünlər ki, o hansı kateqoriyadır. G demək nevroloqa getməlidir. F kateqoriyadırsa demək bu psixoloji bir problemdir. Və onun müalicəsi də birinci əsas metodika psixoterapiya seanslarıdır. Paralel də ehtiyac olarsa ağır olmayan, asılılıq verməyən dərman preparatları ilə maksimum ola bilər 2 dərmanla müşayiət eləmək olar müalicənin. Alqoritm belə qurulmalıdır. Bəli. Belə qurulmalıdır, yəni protokol üzrə gedişat var. Tamaşaçımızın telefon xətti. Eşidək sizi deyəsən bərpa oldu. Axşamınız xeyir olsun, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Eşidək sizi. Mən doktora sualım var da, mən 2021-ci ildən stres pozuntusu yaşayıram, həyatdan təşviş pozuntusu diaqnozu qoyulubdur mənə. Anidən təzyiqim yüksəlir, ürək döyüntüləri baş verir, 200-ü keçir təzyiq. Naxçıvanda mən yaşayıram, burada müalicələr aldım. Dedilər ki, təşviş həyatdan pozuntusudur. Bir müddət müalicə aldım, vəziyyət normala dönmüşdü. Sonra təkrar bu il, yanvar ayında təkrar bu vəziyyət məndə oldu. Xeyli müalicələr alıram, bütün analizlərdən, aparatlardan keçmişəm. Qan analizlərinin heç bir problem çıxmayıb da. Nevropatologu müalicələrini alıram, olmayıb. Gün ərzində olur, bir neçə dəfə vəziyyəti yaşayıram. Arada yaxşı oluram, bir balaca bir nəfərin mənə bir verdiyi xəbər, bir dediyi söz mən qıcıqlam. Bax, bugün indi bu vəziyyətdəyəm. Biraz bundan əvvəl dişsinib yuxudan qalxdığım vəziyyətdə təzyiqim qalxdı. Neçə dənə təzyiq iynəsi vurulur, dərmanlar verilir. Hələ mənə düşmür da bu təzyiq. Çox pis əziyyət çəkirəm. Xanım, dediniz 2021-ci ildən müalicə alırsınız
və indi də deyirsiniz, analizlər verdiniz, müayinələr keçdiniz. 2021-ci ildən bugünə kimi neçə psixoterapiya seansı götürmüsünüz? Heç bir doktor. Çünki burada elə bir psixoloq, həkim mən tapa bilməmişəm. Yəni, Naxçıvanda ola bilməz həkim olmasın. Ola bilməz olmasın. Nevroloq da müalicə alıb. Lap onlayn seanslar da götürə bilərdiniz də. Onlayn seanslar düzdür həmişə olubdu, amma korona dövründən sonra ümumiyyətlə insanlar bunu tam bildilər ki, onlayn təhsil də almaq olur, onlayn seanslar da keçmək olur. Bilirsiniz nəyə görə mən bunu soruşuram? Biz danışdıqca artıq insanların, yəni onların da hardasa bu bilgisizliyin səbəbi, baxın, hər bir bu pozuntudan əziyyət çəkən insan nevroloqda müalicə alıb. Fikir verirsinizmi? Mən onları sadəcə analiz edirəm. Heç birinə də düzgün istiqamət verilməyib ki, təbii ki, təsir olmayacaq. Siz psixoterapiya seansı keçməlisiniz. Çünki o xanımın da bilgisi, necə ki, başqa insanlar kimi bilir ki, bu artıq nevroloqda müalicədir. Biz danışdıqca bu haqda, məsələn, sizlər danışdıqca və insanlar kəşf edir ki, bu artıq psixoloji xəstəlikdir və bunun da ünvanı psixoterapevt və psixiatr olmalıdır. Ona görə də bu hayf ki, bu qədər zamanlar itkiyə getdi və xanım deyir ki, mənim durumum heç düzəlmir və təzyiqim də artıq demək olar günü-gündən ağırlaşır və yaxşılığa doğru gedişat yoxdur. Təbii ki, Naxçıvan Muxtar Respublikasında psixoloji ola bilsin ki, mən yanılaram, amma orada müəyyən mərkəzlər var. Olmalıdır. Mən bilirəm ki, ola bilməz olmasın. Müraciət etməyiniz, bəli. Var. Bizim çox təəssüflər olsun ki, efir vaxtımız, bəli, efir vaxtımız çox təəssüf edirəm ki, bitdi. Bizim kaşki ilk öncədən telefon xəttimiz alınmış olsaydı, xanımın əlaqə nömrəsi kəsilmişdi. Biz biraz geniş danışa bilərdik, amma efir zamanımız bitdi. Hətta artıq vaxtda belə girmişik. Edə biləcəyimiz və deyə biləcəyimiz yeganə bir şey ki, xanım təcili surətdə psixoterapevt və psixiatra müraciət etsin. Çünki daha da bundan sonra ağırlaşmış durumlar yaşamayasınız deyə çox təəssüflər olsun ki, baxın, bu gedişatlar, o həkimlərin belə tədavisi belə insanların bu duruma düşməsindən başqa bir səbəbə gətirmir. Hər birimizə sağlam can, sağlam ruh arzuluyuruq, sağlam düşüncə isə daha çox öncəliklə. Çünki belə qərarların verilməsi məhz sağlam düşüncədən başlayır. Sizin də hər birinizə dərin minnətdarlığımı bildirirəm. Dəyərli zamanınızı bizimlə keçirdiyiniz üçün doktorlarımızın nömrələrini məsələn getdiyiniz nömrədən geri dönüş olaraq götürə bilərsiniz və hər bir zaman da müraciət etməkdə sərbəstsiz. Çünki sözün əsl mənasında elmi biliyə sahiblənəcək peşəkar həkimlərdən danışırıq. Bugünlük bu qədər. Salamat qalın. Sabah görüşmək ümidi ilə.